Baxın, bu suala bir dəfəlik cavab verin. Necə çatdırırsınız, necə çatdırırsınız? Yəni əslində gəlin belə danışaq da, gəzməyə qalanda bu il mən cəmi 2 dəfə ölkə xaricinə çıxmışam. 3 gün Batumiyə, 3 gün də Serbiyaya. Yəni buna gəzmək deyirsinizsə, bu gəzmək deyil mənim üçün. Hə, keçən il məni görmüşsünüzsə, keçən il mən hər ay xaricdə idim. Onda hə gəzirdim, kef eləyirdim, həyat yaşayırdım. Bu il amma yox. Bu il iş çok şükür işlerimiz çoxdur, iş yükümüz çoxdur. Yəni bundan da qəti narazı deyiləm. Qalan məsələlərə isə köməkçilərim şükürlər var, təcrübəçilərim var, fərdi təlimə gələn qızlar var. Yəni bu bütün cari işləri mən onlara yükləyirəm, plus onlara yükləməklə yanaşı onlar həm öyrənirlər, həm də mənə köməkçi olurlar. Ona görə hər şeyə belə demək lazım deyil. Yəni bu cümlə belə deyək də, nə bilim, bəxtəvərçilik vermək kimi çıxır. Ay necə çatdırırsınız falan. Yox, vallahi çatdırmırıq heç nəyə. Nəyə çatdırırıq? Hə? Təlimlər isə qrup təlimləri dayandırmışam. Ancaq mənim fərdi təlimlərim var və təcrübə proqramı var. O avqustda təcrübə proqramı olmayacaq. Maksimum 3-4 gün olacaq. Ay başlayanda qızları çağırmışam ki, sabah dövdü gəlin, onları da verin, öyrənin. Ekstra öyrənin. Bu heç bu üzrə. Amma qrup təlimlərimiz yoxdur. Yay aylarında biraz dincəlməyə ayıran vaxtımı biraz enerji yığmağa ki, yəni sentyabrdan tam qaz davam eləyək. Hələ o da yəni sual altındadır. Qrup təlimləri olacaq yoxsa yox, amma hələ ki qəti bir qərar verməmişəm. Pardon, mən unuttum axı, biz mühasiblər qullarıq. Biz heç yerə gedə bilmərik, ofisdən kənara çıxa bilmərik, evdən kənara çıxa bilmərik, yəni olmaz. Mən bunu unuttum, sorry. Yox, mən bu stereotipləri qırmağa gəlmişəm. 18 günə 5 kilo arıqlamışam. Təbrik edə bilərsiniz. Ona görə bugün özümü mükafatlandırıram. Cola Zero. Fəhlə yeməyi. Bir də chicken roll. Ay, çox acı. Bir də desəm məni vurub öldürəcəksiniz, neysə. İmkan versə Kayuş, mən bugün yiyəcəm. İmkan versə. Bizim ayətdən yarı-yarıya yeyirik də. Ayətdən yarı, bu nədir? Souslu, yox, sous olmaz. Ağ eləməyim. Ağ eləməyim. Mənim Kayuş. Çık git buradan. İmkan. İmkan ver de sen yemeği yiyip çıkmışsan. Çık git. Молодец, молодец. Qoymalı yesin. Yox, yox. Yaxşı, sonunu sən verəcəm. Qalacaq, sonunu sən verəcəm. Okay. Bəsdir, Kayuş. Olmaz. Etim aya yedi. Bu arada anti-reklam olmaz ama çok tatsızlar. Hiç yiyilmir. Nefsini koymadı Kayuş. Sana kısmet olacak. Çekil bro. Boğazımdan gitme. İçinde et olmalıydı. Bir tüfek olmalıydı. Yoktu. Bəsdir. Otur. Yiyilmir, yox, tatlı değil ama yiyirəm. Neyse. İmkan verməli. Qaldı bizim bu buterbrodumuz. Olmaz. Bu insan yemeğidir, it yemeği değil. Senin quru yemeğin var. Sen bunu yiyə bilmərsən. Bir de görürsünüz ki, elə adi mən kofe gedib içməyimə nəsə, kofe gedib içib şəkil paylaşanda belə, ona belə deyirlər ki, ay siz necə çatdırırsınız, bütün günü gəzirsiniz, sizin kimi mühasib olma nə var? Qardaş, bu mənim üçün, yəni dincəlmə, bu mənim üçün yəni gəzmək deyil də, yəni əgər mən 10 dəqiqə öz evimdən məsafədə gedib harada oturub pislikən kofe içirəmsə, bu mənim üçün gəzmək deyil. Gedib əsəblərimi sakitləşdirir, bu mənim üçün rutin bir şeydir, kofe içərəm, disiplin, çay içərəm, bu mənim üçün adi bir şeydir. Ona belə bir də görsün ki, yazılır ki, ay siz necə, biz çatdırmırıq, siz necə çatdırırsınız? Come on guys, best. Vaxtında müraciət edə bilərik, yoxsa hansısa vaxtdan vaxta kimi eləmək lazım, ya il başlayandan mı? Yox, orada fərq yoxdur, müəyyən bir tarix yoxdur. Sadəcə siz baxmalısınız, son 12 aylıq dövriyyəniz 100.000-i keçmirsə və siz ədvə qeydiyyatındasınızsa, siz müraciət edə bilərsiniz ki, yəni mənim dövriyyəm, son 12 aylıq dövriyyəm 100.000-i keçməyib, ona görə xahiş edirəm, mənə sadəcə vergi rejimə qaytarasınız.